Cinsi yolla bulaşan xəstəliklər haqqında danışacağım seriya hazırlayıram. Bu və bundan sonraki bir neçə videoda cinsi yolla bulaşan müxtəlif xəstəlikləri müzakirə edəcəm. Bunları paylaşmaqdakı məqsədim bu xəstəliklərin həm dünya səviyyəsində, həm də bizim ölkəmizdə sürətlə artmasıdır və artmasının da əsas səbəblərindən biri maariflənmənin çox aşağı səviyyədə olmasıdır. Və ilk olaraq bugün qonoreya xəstəliyindən danışmaq istərdim. Qonoreya xəstəliyi ümumiyyətlə dünyada hər il ən azı 100 milyon insanın get-gedə artan şəkildə xəstələndiyi bildirilir və bu ölkəmizdə də sürətli şəkildə artır. Qonoreya bir bakteriya infeksiyasıdır, Neisseria gonorrhea bakteriyasının, ancaq bu bakteriya infeksiyası sadəcə iki şəxsin xəstələnməsi ilə gedən bir proses deyil, daha dərində gedən bir prosesdir. Müalicə olunmadığında sonsuzluğa qədər gətirib çıxara bilər. Həmçinin şəxslərdən biri